Bugün cəmiyyətimizdə istər qadınların, istər kişilərin, istər digər qrup insanlarının hansı sevgiyə ehtiyacı var? Bəli, insan sevgiyə ehtiyaclıdır. İnsan sevginin əsiridir və insan sevgi ilə var olur, nəfəs alır. Sevgidən məhrum olanda həyat sönük olur onun üçün. Bu bir universal varlıq olaraq insana xas xüsusiyyətdir. Millətindən, dinindən, irqindən asılı olmayaraq. Və təsadüfi deyil ki, din də elə bu sevgi ehtiyacını təmin etmək üçündür. Hədislərdə qeyd olunur ki, din sevgidən başqa bir şeydirmi? İmam Muhammed Baqir əleyhissalamın ki, din sevgidən başqa bir şey deyil və insan sevilməyə ehtiyaclıdır. Amma burada bir məsələ var ki, biz ailədə övladlarımızı sevgi ilə doyunca təmin etmədikdə, ailədə övladlarımıza diqqətsizlik göstərdikdə, sayğısızlıq və sevgi az göstərdikdə, gələcəkdə belə bir söz işlətmək mümkündürsə, onlar sevgi dilənçisinə çevrilir və cəmiyyətdə hər kəsdən sevgi dilənməyə başlayır və məncə faciələr də bu zaman başlayır. İnsan özündə bir natamamlıq hiss edir və sevgi çatışmazlığı hiss edən insanı istənilən bir göz vurmaqla, kiçik bir diqqət göstərməklə tora salmaq olur. Və təəssüflər olsun ki, bugün bəzi gənclərimizdə mən bu zəifliyi hiss edirəm. Mən gənclərimizə həmişə nikbin baxmışam, həqiqətən də. Həmişə də mübahisə etmişəm ki, Azərbaycan gəncləri haqqında bəzən danışılan sözlər var, iradılar, mən çoxunu qəbul etmirəm. Amma bəzən indiki dövrdə bir qədər bu zəifliyi mən bəzi gənclərdə hiss edirəm ki, həddindən artıq ictimai rəydən asılılıq, həddindən artıq hamıdan diqqət istəmək və belə deyək, məsələn, hansısa bir yaxın adamdan diqqət görməyəndə intihara qədər getmək. Bunlar yanlışdır. Bəli, sevmək lazımdır, sevilmək lazımdır. Amma insanın həyatda hədəfi bu deyil. Çünki insan dünyaya gəldikdə artıq anlamalıdır ki, onu sevərək xəlq ediblər. O artıq sevilir. Yaradan tərəfindən sevilir, onun dostları tərəfindən, övliyalar tərəfindən sevilir. İnsan sevilərək yaradılmış bir varlıqdır və insana aydınlaşdırmaq lazımdır ki, səni artıq sevən var və ondan aşağı dərəcəli varlıqların sevgisi əlbəttə yaxşıdır. Biz çalışmalıyıq ki, cəmiyyətdə ümumiyyətlə münasibətlər sevgiyə əsaslansın. Amma birdən də cavabsız olanda, bizi qane etməyəndə məyus olmamalıyıq və həyatın qaydasıdır, qanunudur. Amma sualınıza cavab olaraq hansı sevgiyə ehtiyacımız var desək, sualınıza cavab olaraq bunu deyərdik ki, səmimi sevgiyə təbii ki ehtiyacımız var. Səmimi, təmənnasız sevgi bugün cəmiyyətin ehtiyac duyduğu əsas məsələlərdən biridir.